Bugün Azərbaycanda orta məktəblərdə son zəng çalınıb. Ölkənin bütün orta məktəblərində bu münasibətlə bayram tədbirləri təşkil olunub. Dəyərlər uyğun əməkdaşları Bakı şəhərində yerləşən 53 saylı orta məktəbdə son zəng münasibətilə təşkil olunmuş bayram tədbirlərində iştirak ediblər. Təhsil Nazirliyinin verdiyi məlumata görə 2012-2013-cü tədris ilində ümumi təhsil məktəbləri üzrə 11-ci sinif şagirdlərin sayı 91.484 nəfər təşkil edir. Bakı şəhəri üzrə 11-ci sinif şagirdlərin sayı isə 21.000 nəfərdir. Həmçinin Nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10.399 nəfər təşkil edir. Ölkə üzrə bütün orta məktəblərdə son zəng tədbirləri saat 10-dan 13:00-a qədər davam edib. Bakı şəhər Baş Polis İdarəsi hər il olduğu kimi bu ildə son zəng tədbirləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. Hər kəs ürəkdən təbrik edirəm. 2020-də hazırlaşan hər bir məzuna arzulayım üstə qəbul olar, təbrik olar. Həmçə uğurlar arzulayıram. Birinci sinifləri təbrik edirəm. Müəllimlərimin hamısına öz minnətdarlığımı bildirirəm. Bizim üzərimizdə çox əziyyətlər olur. İnşallah kimin ürəyində nə arzusu varsa həyata keçsin. Və mən fəxr edirəm ki, həqiqətən belə mənim sinif yoldaşlarım, müəllimlərim var. Mən hamısı ilə fəxr edirəm. Hamısına uğurlar arzulayıram.